Hazırda dənizçilərə hansı tip sənədlər QR kodla təqdim olunur? Dövlət Dəniz və Liman Agentliyi tərəfindən 12 noyabr 2025-ci ildən etibarən dənizçilərə verilən bir sıra sənədlər dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiyanın və Beynəlxalq Dəniz Təşkilatının tələblərinə əsasən rəqəmsallaşdırılaraq QR kodla təmin olunmuş formada təqdim edilir. Bu çərçivədə QR kodlu versiyası istifadəyə verilən sənədlərə sertifikatlar və diplomlar, xüsusi hazırlıq şəraitnamələri, tanınma sertifikatları və güzəştli icazələr daxildir. Bu dənizçi sənədlərinin QR kodla verilməsi onların etibarlılığının operativ yoxlanmasını, saxtakarlıq risklərinin minimuma endirilməsini və inzibati proseslərin xeyli sadələşdirilməsini təmin edir. Həmçinin sistemə inteqrasiya olunmuş verilənlər bazası vasitəsilə dənizçilərin təhsil sənədlərinin həqiqiliyi, onların foto şəkilləri, Dövlət Sərhəd Xidmətinin giriş-çıxış məlumatları, habelə digər identifikasiya edici və funksional məlumatlar avtomatik olaraq verifikasiya olunur. Nəticədə aidiyyatı qurumlar tərəfindən əlavə sənəd təqdim edilməsinə ehtiyac qalmadan əldə edilə bilir. Bu isə həm müraciətlərin emal vaxtını qısaldır, həm də məlumat mübadiləsinin dəqiqliyini və təhlükəsizliyini artırır. Bununla yanaşı, paralel olaraq həmin sənədlərin fiziki formada verilməsi də davam etdirilir. Hazırda Dövlət Dəniz və Liman Agentliyi tərəfindən sənədlərin tam elektronlaşdırılması üçün təşkilati və hüquqi hazırlıq işləri aparılır. 2026-cı ilin əvvəlindən isə Dövlət Dəniz və Liman Agentliyinin Dənizçilərin Şəxsi Kabineti adlı rəqəmsal platforması istifadəyə verilib. Sözügedən platforma dənizçilərə təqdim olunan xidmətlərin vahid mərkəzdən daha operativ və şəffaf şəkildə idarə olunmasını təmin edir.